Herkese selam dostlar, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte yeni bir videoda karşınızdayım. Bugün eFootball 2027'nin ilk videosu ile sizin karşınızdayım. eFootball 2027'de bugün çıxdı və bu eFootball 2027 yani boyunca size eFootball videoları öğreteceğim. Daha doğrusu eğer kanal daha da böyüyərsə videoların ardı gələcək. Unutmayın ki, hesab çəkilişlərimiz olacaq. Çəkilişlərdə qatıla bilərsiniz. Müəyyən şərtlər qarşılığında kanala abunə olmaq, videoya like atmaq və s. Dostlar, eFootball 2027-ni indi güncəllədim. Hazırda indi də girmişəm. Başqa hesabımdan girmişəm, daha doğrusu əsl hesabımdan indi hal-hazırda indi girirəm. İndi bunları onaylayırıq və eFootball 2027-yə daxil olacağıq. Dostlar, kanala abunə olmağı, videoya like atmağı qəti şəkildə unutmayın. Hər gün videolar gələcək. Bu arada mənim bir dənə köhnə hesabım var. O hesab gücləndirmə ilə əlaqəli videolar da davam edəcək, gələcək bu kanala. Yəni videoları qaçırmayın, sizə tövsiyəm. Kanala da abunə olmağı unutmayın. Və eFootball 2027 ilk dəfə girişimizi elədik. Günlük giriş bonusu 10 eFootball parası, New Season Campaign, Çap Afcon, eFootball ligində ilk 1 milyona girənlərə Bradley Barcola ödül verildi. Seçməli gücləndirici 60 jeton. Deyir, özəl turnuvaya hazır olun. Bilirsiniz ki, dostlar, oyuna yeni turnuva özəlliyi gəldi. Dostlarınızla birlikdə yeni bir kiçik bir turnuva təşkil edib. Orada oyun təşkil edə bilərsiniz və oynaya bilərsiniz. Kullanım şərtləri deyir. Bəli, bu da yeni oyuncular gəlibdir. Luis Suarez kimi. Hal-hazırda onu göstərim. Burada eFootball parası və 50 eFootball parası və Luis Suarez ala bilərik. Luis Suarez 105 olur deyəsən və bombaz şut özəlliyi var. 1 dollara, yəni cəmi 1 manat 70 qəpik, 2 manata belə siz ala bilərsiniz Luis Suarez'i. Mən də alacağam. Dostlar, hədiyyələrimizi alaq. Bəli, indi Bradley Barcolanı aldıq, Declan Rice aldıq və oradan sözləşmədən Messi'ni alacağıq. Dostlar, bu Messi top açılımı dəyişibdir, amma bəzi el olur ki, təzə top açılımını göstərmir. Onda yəni dəyişkən olur da. Görək göstərəcək yoxsa yox. Aha, göstərdi. Bu da eFootball'da yeni top açılışımızdır. Gördüyünüz kimi Messi əla hərəkətlər edir. Lionel Messi 84'lük kartı. Hər il yəni bu verilir. Klassikdir bu. Hər il verilən kartlardan biridir. Summer transfer gəlibdir. İbrahim Konate, Sandro Tonali. Manzambi gəlib, məsəl üçün bu yaxında da Showtime kartı gəlmişdi. Belə, daha sonra İngiltərə Liqası oyuncuları gəlib. Mərakeş Liqası deyəsən, səhv etmirəmsə, o gəlib. Bir də New Season, buradan isə seçməli oyuncular alacağıq. Klundi, Rafinha, De Jong, Mbeumo kimi oyuncular vardır. Mən buradan dostlar Şeşkonu alacağım. Orta kafa üçün lazım ola bilər. Şeşkodan əlavələr oyuncular da ala bilərəm əlbəttə ki. Yəni hamısı göz qabağındadır. Burada da Afrika. Buradan da dostlar mən alacağım Sadio Mane'ni. Mane köhnələrdəndir bildiyimiz kimi. Məndə həm də kartı yoxdur, bəli kartı. Ola bilsin işlətdim. Daha sonra başqa işlə gəlib. Bir də adaylı sözləşmə gəlibdir. Vinicius Junior, Mark Gui, Watkins, Oyarzabal, Simon kimi oyuncular gəlibdir. Daha sonra paketlərdən yeni paket gəlibdir. Messi və Yamalın bu paketi, yəni heç bir şey yaramır da. Yəni hava yerə 1800 pul zora verməyin.
Antonio Conte almağa dəyər məncə, 90 hızlı kontratak oynadır. 2 elə bir bireysel təlimət verə bilir. 2 oyuncuyla eşləşdirə bilir. Aşırı yüklənmə deyə də bir şey gəldi, oyun tərzi. O isə Lamparddadır, onu da göstərəcəm mən sizə. Daha sonra gol oldu dəyişilibdi. Gol oldu. Amma ilk öncə görevlərdən göstərim. Buradan bu seçməli sözləşmədən bir ədəd verir ilk öncə. Daha sonra Frank Lampard aşırı yüklənmə oyun tərzi ilə gəlibdi. 50 coin verir. Daha sonra yenə 50 coin və yenə 50 coin. 250 coin buradan verir. Girişlərdən də 100 coin, 350 coin sizə verəcək. Yüksələn də dəyişilibdi dostlar. Bunları mən video dışı alaram. Burada da yenə 50 coinimiz var. De Jong, Reece James, Musiala kimi oyuncular var. Bir də 100 seçməli gücləndirici sözləşməsi də mövcuddur. Gol olduğumuza da girək. Səs artırım. Full yoxsa səs. Gol oldu, dəyişilibdi. Burada düymələrə vaxtında basmalıyıq. Şimdi biz evdə bastıq birincini. İkincisini də bastıq. Üçüncünü də bastıq. Dördüncü də qapısını da kesdik. Və gol. Süper. Əla. İndi dostlar, bu hər gün dəyişiləcək əlbəttə ki. Və istədiyiniz qədər oynaya bilərsiniz. Yəni süper almaq üçün. Gol oldu da isə ödüllərdə ilk öncə Aubameyang verilir. Birinci tur ödülü olaraq Aubameyang verilir. Buradan isə Daily Game Box'da Samuel Eto'o, Andrea Rabiot kimi oyuncular vardı. Yəni Eto'o özəlliklə çox əladır. Və Rui Costa çıxarda bilirik. Rui Costa da əlbəttə ki iş görən kartlardandır. Daha sonra başqa heç bir şey qalmadı fikrimcə. Bir də takımı düzəlməyək. Mən Şeşkonu oyuna salacağım, yəni mən Şeşkonu oynamaq istəyirəm. Bir də nə almışdıq? Barkola. Barkolanı da Cruyff'un yerinə salaq. Seviyen tamamlanan gerçekleşti. 103 olur. Güçləndirici ilə 104 olur deyəsən. Yana basaq. Top koruma. Top koruma ilə olmaz axı hücum oyuncusu. Bir dənə də basaq. Topsuz hərəkət. Məncə olar. Olmadı yenə. Maraqlıdır. Topsuz hərəkət nəyə verir ki? Ofansif məncə əladır. Elə belə də qalsın. Şeşko'ya baxaq. Şeşko da orta kafacıdır da. Fırsatçı golcudur. Kafası amma niyəsə azdır. Hızlanması əladır. Şut gücü əladır. Özəl basım da edə bilərik. Burada indi orta kafaya uyğun dizayn edə bilərik. Və belə dostlar. Videoların ardı gələcək. Mütləq şəkildə məni takip etməyi unutmayın. Video izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.